Bu cavanlar imkan vermir. Mən sürücüyəm, sərnişin daşıyan nəqliyyatda işləyirəm. Balaca maşın imkan vermir mənə rahat gedim. Hələ öz yolum var mənim ayrıca. Təşəkkür edirəm dövlətimizə ki, öz yolumu ayırıb. Qardaş, İtaliyada. Böylənin dediğini deyirəm, amma mən uşaq idim o vaxtı. Nazir velosipedlə gedirdi işə. Nazir velosipedlə gedirdi. Hindi balaca şirkətdə işləyir, menecerdir. 700-800 maaş alır, onun 400'ünü verir kreditdə. Bu maşın aldı. Kişi maşınla gedir qapıya, şirkətin maşınla da gəlir. Baxan da görsün ki, bunun maşını var. Ay baş uzadanım, o kadar texnikalar var. Velosipedlər çıxıb, o tokla işləyənlər. Yay vaxtıdır, qoy ayağımın altına getdi yarım saata da. Sən niyə cəmaatı incidirsiniz? Bu bir, ən axırıncı sözüm budur ki, sərnişin daşıyan nəqliyyat vaxtında işləsə, İnan Allah ki, o menecerdir, şirkətdə işləyir, kreditlə maşın götür. Onlar da minər avtobusa çıxar gedərlər, rahat, evlərinə, şeylərinə, hara lazım. Nəqliyyat zəifdir Azərbaycanda.